Kardeşim 35.900 manata 3 otaqlı əşyalı 515 nömrəli avtobus dayanacağına yaxın bir dənə ev çıxarmışam. Əlim yandı, əlim yandı. Burada bir şey yoxdur. Pulum azdır, atam. Gəl köç yaşa. Cabra. Bura bizim kuxuna geniş. Kameninə kimi var. Hər bir şey. Dəlli zərzər. Hamam paltarlayan, qabiyanına kimi var. Hər bir şey. Burada var. Bir dənə adlı bir şey almağa ehtiyac var. Kaladenik. Köç yaşa özbeşlərini də sat. Sanitar qonşağının kafeli zadı, yəni hamısı buradadır. Bax səzər. Yəni işlənməyib. Qladovkası. Burada qladovka. Aç buran görün. Burada gördüyümüz kimi. Gəl bura. Ev 100 kvadratdan çox. Yadımdan çıxıb bak. Ehtiyac yoxdur. Hər şey. Bura bizim geniş yekə zalımız. Havayı qiymətə. Gördüyünüz kimi. Heç də yox. Kondisionerimizə kimi işlək vəziyyətdə. Gəl bura. Bura bizim bir yataq otağı. Görürsünüz geniş. Mebellərinə kimi. Qoşa daşlı. Otağı var bir dənə. Hər yerində işıqlı. Desk otağı var. Burada bir dənə problem nədir? Desk olar. Burada problem odur ki, qışdan yana adam qalmıyor. Yəni konkret ev yasda pul lazım olduğu üçün satır. Təcili, əlim yandı. Qardaşım, pulun çatmır. Kreditlə də sənə köməklik göstərərik, amma 35.900-ə olmayacaq. Ya bu təbii halda hamımızı gözəl bilirik, nədir? Dəyərli izləyicilər. Çox almağa ehtiyacı var. Ceyran kesinə kimi var evi silməyə. Bəli, adını dəyişib Wi-Fi-mıza kimi var, göstərim sizə bax Wi-Fi-mız. Dəyərli izləyicilər, birbaşa bu ev qalması ev deyil. 3 otaqlı, Xırdalandı, yola yaxın ev yoxdur. Əziz izləyicilər, birbaşa səhifədəki nömrə ilə əlaqə saxla. Qardaşın sənə söz xoş eləsin də məmrə. Öpürəm sən.